Salam əhvatınız xeyir olsun əziz bərdəlilər. Bir ilə yaxındır ki, təşəbbüs ilə sürmüşdür ki, yas mərasimlərində isti yeməklərin verilməsi dayandırılsın. Yəni israfçılığa yol verməyək. Və sağ olsun Bərdə cəmaatı təşəbbüsə qoşuldu, bu israfçılığı yığışdırdıq. Amma bir aya yaxındır ki, eşidirəm ki, bir neçə nəfər Bərdədə bu təşəbbüsü pozub. Buradan adlarını çəkmək istəmirəm həmin insanları. Kimsə kimdənsə artıq deyil. Qardaş, sizin pulunuz çox ola bilər. Pulun o qədər çoxdur, o insanla özünüzü göstərməyin də. Həmin yaşadığınız küçədə, ya kətdə bir yol salın, asfalt çəkdirin, bir artizan vurdurun, bir greyder gətirin o yolu greyderinin, o yolla işləyən desin ki, Allah ölənlərinə rəhmət eləsin. O sudan içən desin, Allah ölənlərinə rəhmət eləsin. Qardaş, bu yeməyi verib bu təşəbbüsü pozmaq nə deməkdir? Bir şey nəzərinizə çatdırım ki, ata-babadan bir söz var. Palaza bürün, ellə sürün. Xahiş edirəm, gəlin bu təşəbbüsü pozmayalım. Sağ olun, təşəkkür ederim.